Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi az ərzaqla tez başa gələn kəsmikli pəhriz peçenyası hazırlayacağam. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. Bunun üçün bizə nə lazımdır? 250 qram kəsmik götürmüşəm. 100 qram otaq temperaturunda olan yağ götürmüşəm. Bunları əzərək yaxşı-yaxşı çəngəllə qarışdırıram. Qeyd edim ki, kəsmiki özüm hazırlamışam. 2 litr süddən 250 qram kəsmik qaldı. Bunları yaxşı-yaxşı qarışdırdım. Üzərinə 1 yemək qaşığı şəkər pudrası əlavə etdim. Və 1 paket vanil. 1 çay qaşığı kabartma tozu əlavə edərək bunları yaxşı-yaxşı qarışdırıram. Az ərzaq, tez başa gələn bir şirniyyatdır. Yumurta əlavə etmədən, qatıq süd əlavə etmədən çox dadlı bir şirniyyatdır. Üzərinə 2 stəkan un əliyərək əlavə edirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Xəmirimizi yoğurdum, hazır oldu. Bu arada videomuzu tezləşdirmişəm, sizlərə daha rahat olsun baxmaq deyə. Xəmirimiz hazırdır. Bunu klokda, soyuducuda 20 dəqiqə saxlayıram. Artıq 20 dəqiqə keçdi. Xəmirimizi çıxartdım. Bunu 2 kündəyə ayırıram. Kündələrimiz də artıq hazır oldu. Birini yayacağım. Birini yayana qədər o birisini soyuducuya qoyuram. Xəmirimizin tərkibində kəsmik, yağ olduğu üçün istədiyimiz formada yaya bilmirik. Xəmirimizi yaydım, üzərinə şəkər tozu əlavə edirəm. Şəkər tozunu da üzərində yaxşı-yaxşı yayıram. Və bunu katalka ilə bu formada basaraq yayıram ki, şəkər tozu xəmirə yapışsın. Mən bu formada şirniyyat fiquru ilə kəsəcəm. Siz istədiyiniz formada kəsə bilərsiniz. Düzdür, mən gül formasında edəcəm. Gül forması biraz çətindir, uzun prosesli bir işdir. Amma görüntü gözəl olsun deyə mən bu formada edəcəm. Gördüyünüz kimi yumru halqalar formasında kəsdim və bunu 5 ədəd ayıraraq bu formada üst-üstə yığıram. Üzərindən nazik çubuqla bu formada basıram. Və bunu yumurlayıram. Dediyim kimi, bu formada biraz uzun prosesli işdir. Siz əgər etmiş olsanız, bunu sadə formada edin. Çünki həm xəmirimiz şəkər tozlu olduğu üçün yapışması da biraz çətin olur.
Sadə yumru formada da kəsə bilərsiniz. Gördüyünüz kimi güllərimiz hazır oldu. Xəmirimizin qalanını da eyni qayda ilə yayıb kəsirəm. Hamısını eyni qayda ilə edirəm. Gördüyünüz kimi bu da bizim qızıl güllərimiz hazır oldu. Möhtəşəm görüntüsü oldu. Bunları sobada 180 dərəcədə bişirirəm. Artıq gördüyünüz kimi şirniyyatımız bişdi, peçenyamız hazır oldu. Üzərinə şəkər pudrası əlavə edirəm. Bəli, dəyərli izləyicilərimiz, bu da bizim az ərzaqla, kəsmikli pəhriz peçenyamız hazır oldu. Hələlik bu qədər. Sağ olun, Allaha əmanət olun.